Və sonra deyir ki, Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Baxın, Elhamdülillah. Həmd, burada Allaha çoxlu həmd etməklə başlayır. Həmd ifadəsi, yəni Allahın kamil sifətləri və gözəl əməlləri ilə Allahı tərifləmək, Allaha şükr etməkdir. Çünki Allah layiqdir daim tərifə. Çünki mərhəmət sahibi odur. Qullarına rəhm edən odur. Və sonra gəlir Rabbil alemin. Rəbb sözü, aləmlərin Rəbbi. Rəbb nədir? Yaradan, tərbiyə edən, qoruyan, idarə edən, nemət verən deməkdir. Aləmlər isə, baxın, Allahdan başqa bütün məxluqat deməkdir. İnsanlar, cinlər, mələklər, heyvanlar, bitkilər, bütün varlıqlar. Rabbul alemin dedikdə, bütün yaradılmışların Rəbbi, onları tərbiyə edən, yönləndirən, idarəçisi, ruzu verən Allah nəzər tutulur. Ona görə də Rabbul alemin bu adı ilə başladı Allah Teala və həmçin düşün ki, Allah o qədər əzəmətlidir ki, təkcə sən deyilsən, bütün aləmlərin Rəbbidir. Ona görə deyirlər ki, Rəbb sözü həmçin tərbiyə etmək deməkdir. Qulunu tərbiyə edir. Bunun iki növü var. Allahın yaratdığına olan tərbiyəsi ümumi tərbiyə. Yəni bu Allahın bütün məxluqatı yaratması, onlara ruzi verməsi, onların həyatlarını davam etməsi üçün lazım olan vasitələri təmin etməsi, dünyavi mənada hidayət etməsi, yəni onlara yaşamaq, düşünmək, müdafiə olunmaq, faydalı olanı seçmək, bacarığı verməsidir. Bu rubiyyət bütün məxluqat əhatə edir. Xüsusi rubiyyət, yəni bu isə Allahın öz dostlarını, mömin bəndlərini xüsusi şəkildə tərbiyə etməsidir. Allah onları imana yönəldir, hidayət verir, imanları möhkəmləndirir və onları bu imandan uzaqlaşdıran maneələrdən və çətinlərdən qoruyur. Bu tərbiyənin mahiyyəti hər bir xeyrə yönəlməkdə və hər bir şərdən qorunmaqda olan ilahi bir müvəffəqiyyətdir. Deməli, Rəbbin səni qoruyubsa, deməli, Rəbbin səni bu Rəbb, yəni tərbiyə altına alıb. Ona görə Peyğəmbərlər dualarında Rəbb adından istifadə edərlər. Nə deməkdir bu adın hikməti? Yəni, ondadır ki, Peyğəmbərlərin duaların çoxunda Rəbbim, Rəbbim, Rəbbim deyə yalvarırlar. Çünki onların bütün istəkləri və ehtiyacları Allahın xüsusi rubiyyət, yəni qoruyan, yönləndirən, tərbiyə edən, qayğıya qalan adının daxilindədir. Ona görə Peyğəmbərlərlə deyərlər, Rabbi, ey Rəbbim, ya da Rabbənə, ey Rəbbimiz deyərək dua etdikdə, yalnız yaradan deyil, həm də tərbiyə edən, qoruyan, hidayət edən və qayğı göstərən Allahı çağırardılar. Və duaların ən çox qəbul olunmasına nədir səbəb? Bu adından dua etmək. Rəbbim, 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 təkrar və yaxud da ki, ey Rəbbimiz, cəm formada. Ona görə nədir? Rabbul ələmin ifadəsi də elə budur. Yaratmaqda və idarə etməkdə təkdir. Bütün nemətlərin mənbəyidir. Heç nəyə ehtiyacı yoxdur. Amma bütün məxluqat hər yönü ilə ona möhtacdır. Bu, onun kamil və bütün varlıqların ona tam ehtiyac içində olduğu nədir? Göstərir. Yəni, Allah Teala Rabbul ələmin olması, onun həm məxluqatını yaratmaq, ruzi vermək, həm də seçilmiş bəndlərini iman və hidayətlə tərbiyə etməklə aid olur bu sifəti.